vətən uğrunda canını fəda etmiş şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. Çıxış üçün səhnəyə Qaradağ adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru professor Könül Hüseynova dəvət olunur. Hər vaxtınız xeyir olsun, hörmətli tədbir iştirakçıları. Ölməz bəstəkarımız Üzeyir Hacıbəylinin himnində səsləndirildiyi kimi şanlı vətənimiz uğrunda canından qanından keçən bizim həmvətənlərimizin ruhunu bu gün dərin ehtiramla anırıq. 20 yanvar faciəsi bizim qan yaddaşımıza və tariximizə dərin izlər buraxmış faciələrimizdəndir. Bu əsl bir qətliamdır. O qətliam ki, Rus ordusunun qarşısına silahsız, əli yalın, canını fəda edərək azadlığı və suverenliyinin bərpası yolunda canını qurban verən ərənlərimiz öz həyatını itirdilər. Həmin dövrü mən böyük ağrı hissi ilə xatırlayıram. Çünki məktəb illərinin 3-4-cü siniflərində təhsil aldığım bir dövrlər idi. Və biz o ağrı acılı günləri və canını fəda edən həmyaşıdlarımızı ziyarət edəndə, onların qətlə yetirdiyini biləndə ilk növbədə özümüzü onların yerində hiss etdik. Mən İlqarın təbəssüm dolu baxışlarını xatırlayıram. Larisanın kədərli gözlərini hər zaman böyük duyğularla anıram. Yəni, həmin o hadisələr bizim formalaşmaqda olan və yetişməkdə olan biz şagirdlərin ictimai şuuruna, milli qürur hissinin formalaşmasına, milli iftixar duyğularının daha da rövnəqlənməsinə böyük təkan vermiş oldu. Biz artıq Azad Azərbaycanın yolunda canını, qanını verən həmyaşıdlarımızın ruhunu anaraq, onların fədakarlığını hiss edərək böyüyürdük.
biz inşalarımızda, ifadə yazılarımızda və ümumiyyətlə 20 yanvarla bağlı keçirilən bütün mədəni kütləvi tədbirlərdə tamam başqa bir ruhda, tamam başqa bir abu-hava ilə həmin o duyğuları yaşayaraq vətənpərvərlik mövqeyimizi daha da bir növ qətiyyətli şəkildə ifadə etmək iqtidarına malik bir gənclər kimi yetişirdik. Və əgər biz tarixə nəzər salsaq görərək ki, məhz elə həmin dövrdə orta yaşlı nümayəndələrinin ailələrində formalaşıb yetişməkdə olan bizim gənclərimiz 2-ci Qarabağ müharibəsində öz qəhrəmanlıqlarını nümayiş etdirdilər. Onların sırasında bizim indi hörmətlə qonaqpərvərlik göstərdiyimiz Həmidə xanım, gömrüyün yeganə şəhidi olan Ülvi Hacıyevin anası hüzurlarımızdadır. Mən hər zaman o ailəyə böyük hörmətlə yanaşmışam və inanırsınız ki, həmin hadisələri mən xatırlayanda doğrudan da bəlkə də bəzilərinizə bu biraz şişirtmə kimi, abartma kimi, yapılanlı şəkildə hazırlanmış kimi gələ bilər. Amma kiçik bir faktı nəzərində çatdırmaq istəyirdim ki, müharibə hələ yeni bitmişdi və xalq artisti Fidan Hacıyeva yenidən cəbhədən dönmüş gənc vokalçını mənimlə tanış etdi. Mən düzdür, qiyabi şəkildə akademiyada çalışdığım müddətdə Atəş Qarayev haqqında məlumatlıydım, amma tam yaxınlığımız, yaradıcılıq ünsiyyətimiz olmamışdı. Və bu müharibə dönəmindən sonraki ərəfədə siz bilirsiniz ki, hər birimizdə orada döyüşən bizim igid ərənlərimizdən yeni məlumatların toplanması, döyüşlərin necə getməsi haqqında onların fikirlərini öyrənmək bizə böyük maraq doğururdu. Və Atəşlə ilk görüşdüyümüzdə mən öz mahnımı ona təqdim etdim və Atəş də eləməz o məqsədlə Fidan xanım bizi tanış etdi ki, bu gənc opera sənətçisidir və o istəyir ki, döyüş yoldaşlarına həsr olmuş, ümumiyyətlə müharibəni tərənnüm edən bir vətənpərvərlik ruhunda mahnı ifa etsin. Əgər sən ona nəsə təqdim edə bilərsənsə, o məmnuniyyətlə onu ifadə edəcəkdir. Və həmin ərəfədə müharibənin hələ bitmədiyi dönəmlərdə mən Şəhidlik Zirvəsi adlı əsəri bəstələmişdim. Mahnı sözlərdən öncə yaranmışdı, daha sonra xalq şairi Vahid Əzizə müraciət edərək o mahnıya sözlərin yazılmasını xahiş etdim. Və o mahnını mən hansı hisslərlə yazıldı? O mahnı tanımadığım şəhid Ülvi Hacıyevin paylaşımlarını görərək təsirləndiyindən yarandı. Onun giriş hissəsi, onun emosional kulminasiyaları, onun ifadəli, ümumiyyətlə, üslub zənginliyini əks elətdirən intonasiyaları, Ülvi Hacıyevin xalası qızı Ülkər xanım, müasir təhsil kompleksində çalışır və daima onun paylaşımlarında mən onun xalası olduğunu faciəvi şəkildə axtarışlarda olduğunu izlədim və həmin dövrdə Ülvinin bir növ qayıdacağı ümidi ilə mən o əsəri yazdım. Daha sonra Atəşlə tanış olduq, bayaq vurğuladığım kimi və Atəşlə müharibə mövzusunda danışanda əsəri də ondan əvvəl ona göstərmişdim. Dedim ki, Atəş bəy, bu musiqini mən Ülvi Hacıyevə həsr etmişəm. Yəqin bilərsiniz, dedi ki, xanım, siz inanmazsınız, amma 12 nəfər manga üzvlərin arasında Ülvi mənim gözlərimin önündə şəhid oldu. Yəni, doğrudan da çox, necə deyim sizə, ifadə ediləcək bir hisslər deyil bu. Atəş çox böyük sarsıntı keçdi. Necə ola bilər ki, məhz mənim döyüş yoldaşıma siz mahnı yazsınız və bunun ifası mənə qismət olur. Deyirəm, bu bəlkə də Ülvinin ruhudur. Ülvinin istəyidir ki, bu mahnı məhz ona ithaf olunmalıydı. Və bu mahnıya sonra klip də çəkildi. Həmin klipdə Həmidə xanım özü rol aldı. Çünki o dedi ki, mənim övladımın anası rolunu məndən yaxşı heç kim canlandıra bilməz. Ülvinin özünün də illər boyu özünə oxşatdığı aktyor Süleyman bəy orada yer aldı. Rus Dram Teatrının aktyoru. Və indi siz həmin klipi də izləyəcəksiniz. Yəni, bu bilirsiniz, bu hadisələr, bu qəhrəmanlarımızın həyat yolu elə bir möcüzəvi şəkildə inkişaf edir, bir-birini tərənnüm edir və biz hər an o duyğuları və o hissləri yaşayırıq ki, onlar daima bizim üzərimizdədirlər. Ən çətin anlarımızda onlar bizim qoruyucu mələklərimizdir və onlar bizim etdiyimiz hər bir əməldən alidirlər.
doğrudan da biraz acı notlara toxunduq, amma biz bunları yaşayırıq, bilirik və bu bizim keçdiyimiz qanlı qadalı yollar bizim xalqımızın mübarizliyini daha da artırdı. Bir yumruq kimi möhtərəm cənab prezidentimizin ətrafında toplaşaraq Qarabağ torpaqlarımızı artıq uzun illər əsarətdə qalan bizim vətənimizi özümüzə qaytardı. Ərazi bütövlüyümüzü təmin etmiş olduq. Məhz bu anaların yetişdirdiyi igidlərin ərənliyi nəticəsində Ülvi özü könüllü şəkildə ali savadlı, magistr diplomu ilə yüksək səviyyədə bitirmiş bizim gənc mütəxəssislərimizdən idi, gömrüyün fəxri işçilərindən idi. Amma bu müharibənin ağrı, acılı çağırışına laqeyd qala bilmədi və əbədiliyə qovuşdu. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm və hər birinizə də təşəkkürümü bildirirəm ki, bizim bugünkü günümüzdə bizim bu ağır acımızı paylaşırsınız. Mən istərdim ki, sözü çox hörmətli İbrahim müəllimə verim, Mədəniyyət Baş İdarəsinin rəisi. İbrahim müəllim hər zaman öz vətənpərvərliyi, öz Azərbaycan xalqına nə qədər yaxın və sıx duyğularla bağlı olduğunu hər addımında bəyan edən bir şəxsiyyətdir. Mən doğrudan da böyük qürur hissi duyuram ki, onun nəinki yüksək peşəkar bir rəhbər kimi deməli rəhbərliyində biz çalışırıq. Eyni zamanda da onun sıx tellərlə millətinə, vətəninə bağlı olan bir əsl Azərbaycan övladı, əsl Azərbaycan vətəndaşı şəxsiyyəti olduğunu mən dəfələrlə şahidi olmuşam və sizi bura dəvət eləməyimiz məhz bu mövqeyimdən irəli gəlir. Buyurun, İbrahim müəllim. Xoş gəlmişsiniz. Dəyərli şəhid anamız Həmrə xanım, çox hörmətli Könül xanım, hörmətli xanımlar və bəylər, artıq biz növbəti neçə illər bundan qabaq olan azadlıq mübarizəmizin qanlı bir günün növbəti il dönümünə toplaşmışıq. 90-cı ildən artıq 35 il geridə qalıbdır. O dönəmlərdə azadlıq mübarizəsinin gərgin vaxtları idi və təəssüf ki, biz 90-cı ilin yanvarında belə bir ağrılı, acılı günü yaşadıq. Amma bildirmək istəyirəm ki, bu gün yəqin ki olmalı idi ki, sonradan bizim ölkənin müstəqillik qazanması, digər ölkəmizin həyatında baş verən hadisələrin olması üçün deməli bu faciə də baş verməli idi. Həmin gün mən də 14 yaşım var idi, onda mən də orta məktəbdə təhsil alırdım. Həmin günü mən də çox ağır acı ilə təbii ki xatırlayıram. Biz 19-undan 20-sinə keçən gecə bir gün ərzində 131 şəhid verdik. Minlərlə, yüzlərlə deməli adamlar yaralandı. O dövrdə dövrün müəyyən illər ağır acısını yaşadılar. Amma bu nə qədər acı olsa da bizim həyatımızda, mübarizlikdə dönüm nöqtəsi deyərdim ki, oldu 20 yanvar hadisələri. Sonradan biz 91-ci ildə ölkəmiz artıq suverenliyini qəbul elədi, amma bilirsiniz ki, həmin dövrdə müharibə davam edirdi, mənfur düşmən dəstəkçiləri ilə birlikdə ölkəmizə təcavüz etmişdilər və o dövrdə yaşanan hadisələr, ölkədə olan müəyyən qarışıq hadisələrdən biz torpaqlarımızın müəyyən hissəsini itirməli olduq. 93-cü ildə Ulu Öndər Heydər Əliyevin uzaq görən siyasəti ilə müharibə dayandı və yenidən bir dönüm nöqtəsinə biz daxil olduq. O dövrlər, yəni mən özüm həm Sovet dövründə yaşamışam, yəni çox yaxşı xatırlayıram. Sonra o keçid dövrlər, 90-cı illərin nə qədər çətin olduğunu mənə elə gəlir ki, burada çox adam bilir, hiss edir.
90-cı ildə çox çətinliklə, iqtisadi çətinlik, kənar qüvvələrin üzərimizə olan təzyiqləri, o çətinliklərin içində bilirsiniz ki, biz 94-cü ildə əsrin müqaviləsi kontrakt imzalandı. İnanın ki, həmin dövr deyərdim ki, mənim gənc kimin xatirimdə çox belə qızıl hərflərlə həkk oldu. Çünki o kontraktda bir çox ölkələr iştirak edirdi. Biz öz sərvətimizlə iqtisadi inkişafımıza doğru irəliləməyə başladıq. Və sonraki vaxtları bilirsiniz, 2000-ci illərdən sonra artıq yüksəliş dövrü hiss olunmağa başladı. Və nəhayət biz 30 ilə yaxın bir dövr o yaşadığımız acını 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, əziz şəhidlərimizin şəhadəti ilə torpaqlarımızı geri qaytarmağa müvəffəq olduq. Bu dövr ərzində həm 1-ci Qarabağ müharibəsi dövründə 20 mindən çox şəhid vermişdi ölkəmiz və 2020-ci ildə və 23-cü ildə də 3000-dən çox bizim dəyərli övladlarımız vətən uğrunda öz canlarından keçdilər. Mən deyərdim ki, 20-ci il bizim ölkəmizdə çox əhəmiyyətli, yadda qalan bir il idi. Bu 20 yanvarın heç də səbəbsiz, belə deyərdim, olmadığını göstərdi. Yəni, o mübarizlik axırda biz 20-ci ildə torpaqlarımızı bərpa elədik və 23-cü ildə artıq suveren torpaqlarımız Sovet dönəmindən çıxan bir dövrə uyğun bərpa olunmuş vəziyyətə gəldi. Bu bizim üçün çox sevincli bir haldır. Və mən arzu edirəm ki, bundan sonra bizim gənclərimiz daha yaxşı yaşasınlar. Artıq biz müstəqil ölkədəyik, bir mane olacaq bir şey yoxdur. Ölkəmiz güclüdür, həm hərbi, həm iqtisadi baxımdan bir dövr yaşayır, inkişaf dövrü yaşayır. Bundan sonra gənclərimiz dövlətimizin daha güclü olması üçün, inkişafı üçün dayanmadan çalışmalıdırlar. Mən Qarayev məktəbinin rəhbəri Könül xanımın timsalında, onun kollektivinə təşəkkür edirəm ki, bu günü anırsınız və bu günləri həqiqətən anmaq lazımdır, yaşatmaq lazımdır. Tarixi unutmaq olmaz. Bu ağır acılar bizə bugün azad, müstəqil ölkəmizi bəxş edibdir və bu il heç də təsadüf deyil. 2025-ci il ölkədə suverenlik və müstəqillik ili elan olunub. Bu il çərçivəsində təbii ki, müəyyən tədbirlər ölkəmizin xaricə daha geniş açılması üçün daha böyük işlər görüləcək. Biz də təbii ki, ölkəmizə düşən tədbirləri həyata keçirdəcəyik. Bugün burada iştirak edən Həmidə xanımın timsalında, Həmidə xanımın övladına Allah rəhmət eləsin, onun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bundan sonra ölkəmiz daha yaxşı günlər görməsini arzu edirəm. Sağ olun. Çıxış üçün səhnəyə gömrükçü şəhid Gülru Hacıyevin anası Həmidə xanım dəvət olunur. Hörmətli İncəsənət, Musiqi İncəsənət Məktəbinin rəhbəri Könül xanım başda olmaqla bütün iştirakçıları, tədbirin təşkilatçılarını və müəllim heyətini, kollektivini Gülru Hacıyevin ailəsi adına salamlayıram. İlk növbədə 20 yanvar, qanlı yanvar faciəsində şəhadətə ucalan öz
əllərində silahları, silah-sursatları olmadan sinələrini tankın, silahın qabağına sipər edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah cəmi bugünə kimi təyyarədə, təyyarə qəzasında və bugünə kimi bütün şəhidlərimizə Allahdan rəhmət, ruhlarını şad, məkanlarını cənnət deyirəm. Mənim bura gəlməmin səbəbi və Könül xanımla tanışdığımın əsas səbəbi məhz Ülvi Hacıyevdir. Mən Könül xanımı tanımırdım. Yəni 2020-ci ildə müharibə vaxtı, yəni Ülvi Hacıyev könüllü olaraq müharibəyə yollanmışdı. Oktyabrın 15-dən sonra ondan heç bir səs soraq olmadı. Biz onu axtarırdıq, çox ağır bir günlər keçirdirdik həmin vaxtı və daim nəvəsi Ülker xanım paylaşımlar, sosial şəbəkələrdə paylaşım edərkən Könül xanım görür və Ülvünün həyatı haqqında maraqlanır. Və 50 gün sonra Ülvünün şəhid olduğu xəbər dekabrın 4-ü, gecə saat 11:25 dəqiqə işləmiş, indiyə kimi yadındadır. Şəhid olduğu xəbəri eşitdik, çox ağır bir xəbər oldu. Yəni Könül xanım həmin ərəfədə Ülvi haqqında bir musiqi bəstələyir. Heç birimizin heç nədən xəbəri yoxdur. Ülvi gedərkən, bunu da deyim sizə, mənə demişdi ki, mama gələrəm, ad gününü mən böyük bir sürprizlə səni qarşılayacağam, böyük bir sürpriz edəcəm. Könül xanım musiqini bəstələyir və sözü üçün xalq şairimiz Vahid Əzizə müraciət edərək evladın anaya olan bir senari kimi şeir yazmağını xahiş edir. Bu şeir yazılır, bundan da mənim xəbərim yoxdur. Yəni, sonra xalq artistimiz Fidan Hacıyeva Könül xanıma Atəş Qarayevlə Ülvünün döyüş yoldaşı ilə tanış edir. Və musiqi haqqında danışanda Könül xanım, Atəş Qarayev, mən onunla çiyin-çiyinə döyüşmüşəm və mənim gözlərimin önündə Ülvi Hacıyev şəhidlik zirvəsinə ucalır. Musiqi tam hazır olduqdan sonra, bir neçə vaxtdan sonra Ülker xanım mənə Könül xanımdan danışmağı dedi və belə bir musiqi bəstələyib Könül xanım. Mən həmin vaxtlar çox pis hallardaydım, yəni heç kəsi eşitmək, dinləmək istəmirdim. Necə oldusa mən Könül xanımdan telefon açdım, danışdım və musiqi haqqında mənə danışdı. Mənə çox böyük ürək dirək, yəni ayaq üstə durmağı tövsiyə elədi. Və musiqiyə mən ilk dəfə qulaq asanda tamamilə fikirləşdim ki, doğrudan da mən yaşamalıyam, Ülvi üçün yaşamalıyam, onu yaşatmalıyam. Və bugünkü gün mənim yaşamağıma, yəni ayaq üstə durmağıma mən ürəkdən deyirəm, bunu hər yerdə demişəm. Könül xanım, siz olmuşsunuz. Mən Ülvidən sonra doğrudan da yaşamaq istəmədim. Yəni onun necə olduğunu siz hər yerdə, Qazax rayonunda işlədik, kömrük zonasında, orada sərhəddə işləyib kömrükdə. Necə tələbə olduğunu İqtisadiyyat Universitetindən, UNİK-dən, İngilis-Rus dilində oxumuşdu, hərbi hissədə çəkib gəlmişdi Ağcabədi rayonunda. Yəni, hər dəfə o 20 yanvar, bax, bu şəhidlərimizin yanına gedirdi, gəlirdi. Orada Ülvi adda bir oğlan vardı. Şəhid balaca idi. Həmişə gəlirdik, bax, mama, mənim adım Ülvüdür, mən də onun kimi şəhid olacam. Amma Mübariz İbrahimovdan sonra o özünə söz verdi ki, mən vətənimizin azadlığı uğrunda harada oluramsa olun, gedəcəm. Bir damla qanın belə yerdə, heç kəsin qanını yerdə qoymayacam. Və getdi, sözünü tutdu və
mən deyim ki, bu mahnının yazıldığı gün, yazıldığı tarix dekabrın 16-sı 2020-ci il oldu. Mənim doğum günümə Bülbülün ən böyük sürprizi həmin gün oldu. Və həmin gün biz Kömür xanımla danışanda mənə kitabın şəklini göndərəndə şeirin dekabrın 16-sı 2020-ci il. Və mənə ən böyük möcüzə, sürpriz və məni həyatda yaşadan Kömür xanımı Ülbü mənim üçün göndərdi. Mən bunu hər kəsin qabağında deyirəm. Kömür xanım var olun, çox sağ olun ki, məni ayaqda tutdunuz. Bu cür qəhrəmanlar dünyaya gətirmişsiniz, biz sizin qarşınızda baş əyirik. Çox sağ olun. Sizi incitdimsə, əgər ürəyinizə toxundunuzsa, çox özür istəyirəm, bağışlayın mənə. Ey şanlı vətənin qəhrəman övladları, səndən ötürü qan tökməyə hazırız dedik. Sənin yolunda qanları sellər, sular kimi tökdük. Bu torpağı vətən etdi, cərgə-cərgə gömülən can. Bayraqlar bayraq etdi, köynək-köynək tökülən qan. Sən üç rəngli bayrağınla məsud yaşayasın deyə himnimizin sözlərində olan hər andı yerinə getirdik Azərbaycan. Minlərlə can qurban oldu, sinə hərbə meydan oldu. Hüququndan keçən əskər hələ bir qəhrəman oldu. O qəhrəmanlar bizə vətən qədər əziz olan şəhidlərimizdir. Sən Gülüstan olasan deyə sənin namusunu hifz etmək üçün saysız hesapsız şəhid tabloları yarandı. Azərbaycanın hər güşəsində yad olunan şəhidlər xiyabanı. Əslində, Azərbaycanın əsr Gülüstanlığı elə bu müqəddəs məkanlardır. Bu xiyabanlar əsr vətən ətirli torpaqlarımızdır. Azərbaycan bayrağı, eşit mənim səsimi. Səni bax bu mavi zolağından Azərbaycanın mavi semalarına uçan pilotlarımız canını elə sənin mavi sularında qurban verərək mavi sularına qərq oldular. Sənin yaşıl zolağından Azərbaycanın yaşıl meşələrinə qədəm qoyan topçularımız, tankçılarımız sənin elə yaşıl İslamiyyət dünyanda qərq oldular. Sənin mərkəzinin qırmızı zolağı isə şəhidlərimizin sənin üçün axıtdığı qanlardır. Bax bu ay, səni aylarca torpağında dayanıb soyuq şaxtalı günlərində gecə sübhə qədər keşiyi çəkənlərin ay işığıdır. Bax bu ulduz deyil, o bir günəşdir. Şəhidlərimizin qəlbindən, Azərbaycanın qəlbinə doğan bir günəş. Bizi öz varlığı ilə əbədiyyən isidən bir günəş. O günəşin diqqətə gətirdiyi ürəklərdən biri də Qaraqaray Vatna Mərkəzi İncəsənət Məktəbinin direktoru Könül xanım Hüseynovadır. Onun qəlbinin şəhidlər üçün göz yaşı kimi tökdüyü notların Şəhidlik Zirvəsi adlanan əsəridir. Eləməz bu mahnı bugünkü tədbirimizin bədii hissəsini açıq elan edirik. Beləliklə, Şəhidlik Zirvəsi, musiqisi Könül xanım Hüseynova. Söz xalq şairi Vahid Əziz, ifa edir Atəş Qarayev.
Qərənfil şəhidlərimizi son mənzilə yola salan gözü yaşlı, bağrından qara qanlar axan qəmli bir gül. Şəhidlərimizin məzarına bizim görmədiyimiz göz yaşlarını axıdan günlər. Mən ilk dəfə Qərənfil dənizini məhz 20 yanvar faciəsinin səhəri şəhidlərimizin bastırıldığı gün gördüm. O vaxt mənim 9 yaşım vardı. Atam, sən əzilərsən deyə məni özü ilə şəhidlər xəyabanına aparmaq istəmirdi. Amma mən inamla, israrla onun əlindən tutub getdim. Dəqiqələri biz saatlarca addımladıq. Gündüzdən dayandığımız növbədə biz gecə saatlarında şəhidlər xiyabanına çatdıq. Çox soyuq bir qış gecəsi idi. Məzarlar üstündə yanan şamlar məzarlığa qəribə bir nur qatmışdı. Məzarlar üstünə qoyulan qərənfillər isə cərgədən keçən insan izdihamının boynunu ötmüşdü. Qərənfil dənizinin qərənfilli dalgaları. Həmin gecə bir başqa bir gecə idi. Mən ilk dəfə həmin gecə güllərin fəryadını, güllərin ağlaşmasını eşitdim. Şəhid olduğum o qanlı gecənin mənzərələri mənim bir ömür boyu yaddaşıma həkk olundu. Bəli, qərənfil Azərbaycan üçün simvolik bir məna daşıyan gündür. Çünki şəhidlərimizin bastırıldığı gün, onun qəlbi üstə başını qoyan, ilk göz yaşı tökən bir qərənfildir. O məzarda doğmaların tökdüyü göz yaşlarına şahid olan ana rəsmi eşidən evi qərənfil. Doğmalar gedir, məzarlar isə qərənfillərlə yenə baş-başa qalır. Şəhidin sinəsi üstündən başını qaldırmayan tək qərənfil olur. Ona gecələr ağlayaraq layla oxuyan qərənfil. Şəhidə bürünüb onu qışın soyuğundan, günün istisindən qoruyan qərənfil. Vasif Adıgözalov qərənfil əsəri ifa edir. Samir əsərdir, konsertmeister Fərdi xanım Sultanova.
ey şehidim. Torpağın altında yatan ölümsüz bir cansın sen. İnsanların dilinden düşmeyen igid qəhrəmansın sen. Sen ananın gözündeki ebedi gözyaşı, sağalmaz yarası, üzündeki gırışı, saçlarına düşen densin. Her şey sensin, ey şehidim. Sen bu xalqın qururusun. Sen herkesin vətənisin. Mənim də əzizimsən. Əvvəllər tanımadığım, indi isə adını eşitcək hönkürtüyle göz yaş axıtdığım doğmamsan. Mən səninlə fərəh duyan, duygulanan, uğrunda canından keçdiyin həmvətəninəm. Sen ölkənin şərəfisən. Anaların balasısan, balaların atasısan. Sen herkesin can parçası. Vətən deyib, içinde böyüttüğümüz sevgisin. Sen her tarafta dalanan Azərbaycan bayrağının azadlıq rəmzisən. Beləliklə, şəhidlərimizin əziz xatirəsinə sən yadıma düşəndə ifa edir Ömər Aslanov. Güneş var, dünya güneş, aleme seviyor. Seni yanıma düşen. Güneş var, dünya güneş, aleme nuru seviyor. Sen yanıma düşenede gece olsa, gece gün olur, gündüz olur, gündüz olur. Şefek giyer düz dünya, bir dünya boşar, dünya boşar. Sevinç dolu yüz dünya. Gün olur, gündüz olur. Şefek giyer düz dünya. Bir dünya boşar, dünya
Xalqın azadlıq mübarizəsi. Qətlə yetirilən insanlar doğulan əzim şahidlik. Həqiqət uğrunda ölümləriyle ölümün kamına çəkdi şəhidlər. Cəsarət mülkünü dikdi şəhidlər. Torpağın bağrına cəsədləriyle azadlıq tumunu əkdi şəhidlər. Gurur ve ehtiramla anırıq. Brahms 3 saylı simfoniya 3-cü hissə ifa edirlər Mətanət Nurullayeva, İranə Əliyeva.
bugün Azərbaycan xalqının hər bir vətəndaşına yaxınlaşıb desək ki, ömrümün istəyi nədir? Əminliklə hamı deyər ki, şəhidlərimizin canı geri qayıtsın. Onların talihlərinə qırılmış yerdən davam etsinlər. Oğullar yenə analarına, balalarına sarılsın. Anaların, bacıların, şəhid xanımlarının, şəhid balalarının gözündən bircə damla da yaş axmasın. Daha müharibə olmasın. Daha qanlar axmasın. Daha gözyaşı olmasın. Elə bu ünvanla bu əsəri sizə təqdim edirik. Ömrümün istəyi Siyavuş Kəlimi. İfa edir Elnur Məmmədov. Konsertmeister Vəfa Əhmədova.
Şehitler bizim düşüncelerimizin adı. Şehitler düşüncelerimizi terk etmeyen tek ebedi varlıklar. Bir şehidin düşüncesi. İndi bedenim torpaq, ruhum nurdur. Vətənə sevgi duyan məni də duyur. Biz şehitleri yad ettikçe biz şehitler ebedileşirik. Çünkü insan ölende unudulmur, unutulanda ölür. Gözü yolda kalan şehitler. Onlar her defa xiyabana gelenlerin yolunu gözləyirlər. Bizimle qeybdən eşitmediğimiz seslerle söhbət edirlər. Belki de bizim gəlişimizə onlar da xüsusi hazırlaşırlar. Söz veririk ki, yaşadıkça biz yaşayacaq hər bir şəhidimiz. Elə növbəti əsəri şəhidlərimizin bizim haqqımızda, bizim də şəhidlər haqqında düşüncələrinə həsr edirik. Azər Rızayev, Düşüncə. İfa edir Bəturə Əhmədova, konsertmeister Sevinç Kərimova. Bəli, hər şey İlmi Yanvar faciəsindən başladı. 30 ildə saysız hesapsız dağlar çəkildi qəlbimizə.
bir qaranlıq gecənin işıqlı sabahı olur. Bizim igid, nər oğullarımız şəhidlərimizin qanının hər damlasının qısasını alıb geri qayıtdılar. Elə növbəti əsəri şəhidlərimizin qısasını alan oğullarımıza həsr edirik. İfa edir Sevinç Kərimova. Gecəsinin, o qanlı faciənin səhəri günü yaddaşıma həkk olunan acı mənzərələrdən biri də öz doğmalarını yaralılar, qanlı meyitlər arasında arayan doğmalar idi. O doğmaların göz yaşı, fəryadı idi. Həkimlərin təşvişi, xəstəxana divarlarına sığdıra bilmədikləri yaralılar. Mən səni araram deyib çöllərə düşən, arayan ana gözləri, ata gözləri, arayan bala gözləri, gözü yolda qalan şəhid xanımları, qulağı səsli olan doğmalar, öz doğmasının qatı düyməsini, ayaq səsini, telefon səsini, telefon mesajını, doğmasına sarılan qolları arayan gözlər. Mən səni araram. Bu musiqi ithafında da hər birimiz şəhidlərimizi əbədiyyət dünyasının xəyal labirintində arayaraq onlarla bir daha xəyal dünyasında görüşəcəyik. Beləliklə, mən səni araram. İfa edir Nurlan Cəfərləski.
soyqırılmaz. Mən əskərəm, yastığım vətəndaşı, sinəm vətəndaşı, düşmən gülləsini geri qaytarar. Mən
böyük Azərbaycanam. Mənim ruhum möhkəm, mənim yaxşı tanıyır düşmən. Mən mübarizəm, yenilmərəm. Mən Poladam, əyilmərəm. Mən İlqaram, əhdim möhkəm. Mən Rəşadam, Azərbaycanlı səmalardan oluram. Mən bir ürəyim, içimdə dərin yaralar. Amma möhkəmdir ruh. Bax, xalqım qalxdı ayağa. Bir xalq göstərin ki, tanklar önünə əli yalın çıxar, silahsız çıxar. Bu, mənim xalqımdır bircə gecədə qanıyla qol çəkdi o azadlığa. Siz ana torpaqda rahat uyuyun. Bizim vicdanımız, qeyrətimiz siz. Sizə səcdə edir bir ulu millət. Şəhidlər sizsiniz, şahidlər isə biz. Bugün yeryüzündə ən qədim xalqın özünə yenidən dönüm anıdır. Vətəni canından çox sevənlərin vətən qarşısında gün anıdır. Vətən qarşısında gün anıdır. Fikrət Əmirov, bir sayılı eksprompt, ifa edir Nigar Heydərli. Mən hər dəfə şəhidlərimizin qara xəbərini eşidəndə ilk düşündüyüm o insanların doğmaları olur. Doğmasını itirən pərişan qalmış qəlblər. Pərişan qalmış qəlbin qəlb çıltıntıları. Gecələr sızın-sızın axıtdığı göz yaşları. Qapıya dikilmiş pərişan gözlər, pərişan baxışlar. Növbəti təqdim edəcəyimiz pərişanın mahnısını gözü əbədi yolda qalan pərişan qızların pərişan baxışlarına, pərişan sınıq qəlblərinə həsr edirik. Beləliklə ifa edir Lalə Hüseynova, müşahidə edir Samirə
Musayeva. Gündüz gittin, gece geldim, görmedim. Rahat olmur bedendine yüreğim. Gökten ışık, gökten susur. Sinemde bülbül kimi dile gelir yüreğim. Gah darıxır, gah sevinir. Sinemde bülbül kimi dile gelir penceremden güzeyler bulutlar. Onlarında ben kemene sözüm. Gah sevinir, gah da gülür. Sinemde bülbül kimi dile gelir yüreğim. Gah darıxır, gah sevinir. Sinemde bülbül kimi dile gelir yüreğim. Dile gelir yüreğim. Dile gelir yüreğim. Senin Müslümanları, dövüşçü kardeşlerimiz, dövüşçüleri yarattı. Bizleri günahlarımızı bağışla, bizleri düşmanlarımız karşısında sual eden, ayaklarımızı, kollarımızı, vücudumuzu, ruhlarla, çiftlik milletli yarardı. Bizleri kafir koyun üzerine, kumalet yarardı. Amin. Biz hemen sensin. Allah'ın şükürler olsun. Bismillahirrahmanirrahim. Şömersi de. Bismillahirrahmanirrahim. Allah'a şükür. Şömersinin içinde Allah'a şükür. Bu Fatihə duasını şəhidlərimizin əziz xatirəsinə səsləndirdik.
Bizim səmalara açılan əllərimizin dua sahibləri, bizə səmalardan boylanan müqəddəs ruhlar. Sizin bu dünyada attığınız hər addım bir ibadət oldu. Çünki siz vətən torpağının müqəddəs qoruyucu mələkləri oldunuz. Bizim əbədiyyət dünyamızın əbədi günəşləri şəhidlər. Sizinlə qəlbimiz isindi, sizinlə gözümüz ağladı, sizinlə üzümüz güldü. Siz Azərbaycan xalqının əsrlər, qərinələr keçsə belə dəyişməyən tək qəlb sakinləri olacaqsınız. Bəli, zaman gedir və biz qəlbimizdə olan bu əbədi sevgini bax beləcə sizi sevgi dolu, şəfqət dolu, hörmət dolu yad edərək hər zaman əbədiyyən yaşadacağıq. Fərhad Bədəlbəyli, Ava Maria. İfa edir Regina Məcidova. Müşahidə edir Qaraqarayev adına Mərkəzi İncəsənət Məktəbinin kamera ansamblı. Bədii rəhbər Nigar Cavadova.
Biz bu torpağın hər daşını vətən edib, onun uğrunda canından keçən, qanıyla tarix yazıb, özü bu tarixə sığmayan, bir ananın oğlu kimi doğulub, 1000 anaya oğul olan, bizə qanlı döyüşlərin qələbə qürurunu yaşadan, üç rəngli bayrağımız ucalsın deyə evinə bayrağa bükülüb dönən şəhidlərimizin ruhuna and içirik. Sizi unutmadıq, unutturmadıq. Xatirəniz əbədi, adınız ölməzdir.